Bəzən sevgi kifayət etmir, bəzən münasibətləri dağıdan şey nə hisslər olur, nə də ehtiras. Ən böyük sınaq pulun cazibəsidir. Bu videoda isə sənə pul üçün xəyanət etməyə daha meyilli olan bürclərdən danışacağım. Amma unutma, hər kəs belə deyil. Sadəcə bu bürclərin içində maddiyyat mövzusu çox güclü işləyir. Əkizlər bürcü, əkizlər üçün münasibətlər bir qədər macəra kimidir. Onların həyatında stabil olmayan şey təkcə duyğular deyil. Pul mövzusu ortaya çıxanda qərarları çox sürətli dəyişə bilər. Əgər özlərini daha rahat, daha təminatlı bir yerdə görürlərsə, addım atmaqdan çəkinmirlər. Çir bürcü, çirlər təbiətcə yüksək diqqəti və yüksək səviyyəni sevir. Onlar sevdiklərini çox sevər, amma öz səviyyələrini qorumaq üçün maddi sabitlik onlar üçün çox vacibdir. Əgər münasibətdə öz dəyərlərini aşağı hiss edirlərsə, ya da qarşı tərəf onları lazımi qədər təmin etmir, etdiyim dəyəri seçirəm düşüncəsidir. Oğlaq bürcü, oğlaqlar sevgi insanıdır, amma hər şeydən əvvəl aydın hesablama insanıdır. Onların düşüncəsində pul təhlükəsizliyidir. Əgər münasibətdə gələcək görmürlərsə, stabil maddi plan yoxdursa geri çəkiləcək ən birinci bürclərdən biridir. Bəzən bu geri çəkilmə xəyanət formasında da ola bilər. Onlar üçün əsas gələcəkdir, hissər yox. Qız bürcü, qızlar çox vaxt duyğularla, yox məntiq ilə hərəkət edir. Mən bu münasibətdə nə qazanıram? Sualı onların beynindən silinmir. Sevgi var, amma maddi tərəf zəifdirsə münasibətləri yenidən dəyərləndirirlər. Pul stabil olmayan yerdə qalmaq onlara görə riskdir və bəzən bu riskdən qaçmaq üçün daha təminatlı birinə yönələ bilirlər. Buğalar sədaqətli bürc kimi tanınır. Amma bir şeyi unutma, onlar komfortu hədsiz sevir. Pullu, təminatlı, sabit həyat onların içindəki güvənsizlik qorxusunu tamamilə öldürür. Əgər münasibət bu komfortu vermirsə, bəzən hətta özləri də anlamadan daha rahat birinə çəkilə bilirlər. Ox atan bürcü, ox atanlar üçün həyat macəra, sərbəstlik və imkanlarla doludur. Onlar münasibəti sevir, amma pul onlara yeni qapılar açırsa, içlərindəki sərbəst ruh dayanmaqda çətinlik çəkir. Ox atan xəyanəti çox zaman emosional deyil, imkan baxımından edir. Yeni həyat şansı, daha rahat imkanlar, daha sərbəst yaşamaq bu bürc üçün bəzən cazibə hisslərdən daha güclü ola bilir. Xəyanət heç vaxt pulun üzərində qurulmamalıdır, amma bəzi bürclər üçün maddiyyat həm motivasiya, həm də böyük zəiflik ola bilər. Ona görə bir bürcü yox, insanın özü necədirsə onu seçmək lazımdır.